Məni həyatda indi heç bir şey maraqlandırmır. Yaşayışım yaxşıdır, pisdir. İşim çoxdur, yoruluram ya yorulmuram. Əziyyət çəkirəm, çəkmirəm. Çəkməliyəm əziyyət. Mən doğulmuşam bu əziyyət çəkmək üçün. Hər adamın bir taleyi var. Bu da mənim taleyimdir. Siz bu dünyada heç kəs daimi deyil. Bu dünyaya gelen her bir adam bu dünyadan gedecektir. Ancak xoşbaxt o kəsdir ki, dünyada iz koyur, böyük iz koyur. Müstəqilliyi əldə etmək asan değil, onu saxlamaq daha da çətindir. Amma biz bu yolla gedirik, biz bu yolla gedəcəyik, biz bu mübarizəni aparırıq, bu mübarizəni aparacağıq. Mənim özüm də, mənim evlatlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırım. Müstəqil Azərbaycan devletinin özünü korumaq üçün, xalqını korumaq üçün gücü var və buna arxayın ola bilərsiniz. Və nə qədər ki Azərbaycanda Heydər Əliyev var, Azərbaycanın müstəqilliyi də var. Amma Heydər Əliyev də çox olacaq, arxayın olun. Mənim ürəyim Azərbaycanla, gecəm də Azərbaycanla oldu gündüzüm. Nə mal, nə devlər, nə pul, bunlar hamısı dünyada gəldi, yığar şeylərdir. İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyat üçün yaşayan insan da əbədi olacaqdır.